xoş gördük. Əksər insana allergiya verən, hətta tər şəkildə insan bədəninə toxunduqda dəridə allergik reaksiyalar yaradan gicitkən. Gicitkənin qurudulmuşundan istifadə edə bilərsiniz. Əslində gicitkəndən Azərbaycanda mətbəxdə də geniş istifadə olunur. Gicitkən türklər ısırğan otu deyirlər. Və gicitkənin həm daxilə təsiri var, həmçinin saçların uzanmasına və kəpəklənməsinin qarşısının alınmasında böyük effekti var. Saçlara gicitkəni belə istifadə edə bilərsiniz. Gicitkən götürülür 5 xörək qaşığı, yarım litr qaynar suda dəmlənilir. Ağzı küp bağlanılır. Sonra həmin alınmış məhlul süzülür və saçlarınızı yuduqdan sonra həmin bu məhlulla üzərinə əlavə edə bilərsiniz. Və saçların dibinə yüngülcə masaj edin. Gün aşırı şəkildə eyni bir qarışımı istifadə edə bilərsiniz. Həmçinin gicitkən bitkisi qanı laxtalandıra bilir. Daxilə istifadə edərkən bir aydan çox istifadə etməyin. Gicitkənin tərkibində dəmir var. Əgər kimdəsə qan azlığı, yəni anemiya varsa, iştahsızlıq varsa, gicitkəni belə dəmləyib istifadə edə bilərsiniz. 15 qram gicitkən götürülür, xam şəkildə götürülüb 200 ml qaynar suda 20 dəqiqə dəmlənilir. Səhər axşam gündə 2 dəfə yeməkdən sonra daxilə qəbul edilir. Gicitkən çox istifadə olunarsa ürək bulanma verə bilər. Həmçinin əgər kimdəsə qarın boşluğunda ağrılar varsa, gicitkəni istifadə etməmişdən öncə həmin diaqnozu dəqiqləşdirməsi lazımdır. Gicitkənin faydalarından yararlanın və sezonunda da hər tərəfli istifadə edin.